Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, mən bugün ən çox verilən suallardan biri haqqında danışmaq istəyirəm. Məsələn, bu sual, siz ingilis dilini bildiyiniz təqdirdə baxdığınız filmlərdə və yaxud da mahnılardakı bütün sözləri və yaxud da bütün cümlələri başa düşürsünüz bu sualıdır. Yəni, bu sual ümumiyyətlə ölkədə çox verilən suallardan biridir. Mənim buna cavabım belədir ki, biz ingilis dilinin doğma dil daşıyıcısı olmadığımıza görə, təbii ki, ingilis dilini nə qədər yaxşı bilsək də, həmin o dildə yəni bilmədiyimiz məqamlar, başa düşmədiyimiz məqamlar təbii ki olacaq və bunun olması da gözlənilən və normal bir şeydir. Hətta misal çəkim, biz öz dilimizdə belə hər hansısa bir filmə baxdıqda, verilişə baxdıqda, yaxud da mahnıya qulaq asdıqda, orada belə, öz ana dilimizdə belə bizim anlaya bilməyəcəyimiz məqamlar ortaya çıxır və biz onu başa düşməkdə çətinlik çəkirik. Əgər bu belə bir şey bizim dilimizdə bir Azərbaycanlı üçün mövcudsa, niyə görə bizim üçün, yəni başqa dildəki bəzi sözləri başa düşməmək, yəni normal bir şey olmasın ki? Yəni bu bizim dildə gözlənilən və normaldırsa, belə bir şey mümkündürsə, baş verirsə, başqa dildə də baş verməsi çox normal bir şeydir. Bəzən insanlar filmlərə baxdıqda, mahnılara qulaq asdıqda, orada bütün kontenti başa düşmədiklərindən və yaxud da başa düşmədikləri bir məqam olduqda ümidsizliyə qapılırlar və motivasiyadan düşürlər. Mənim onlara məsləhətim ondan ibarətdir ki, heç də motivasiyadan düşməsinlər, ümidsizliyə qapılmasınlar, çünki bu kimi şeylərin olması gözlənilən və normaldır. Çünki biz o dildə böyümədiyimiz, o dildə təhsil almadığımız, o dildə danışan insanların əhatəsində yaşamadığımız üçün təbii ki, bilmədiyimiz məqamlar, başa düşmədiyimiz məqamlar olacaq. Bir də əgər bir insan həmin dilin müəllimliyini edirsə, o dili yüksək səviyyədə bilirsə, bu həmin o insanın o dildə bütün deyilən şeylərin hamısını başa düşməli olduğu mənasına gəlmir. Yenə deyirəm, ingilis dili bizim ana dilimiz olmadığından, ingilis dilində başa düşmədiyimiz sözlər və yaxud da cümlələr mütləq dərəcədə olacaq. Əsas olan odur ki, bizim bilimimizin yetə bildiyi qədər başa düşürük və yaxud da əsas məzmunu anlayırıq. Yəni, bəzi başa düşmədiyimiz məqamların olması da o qədər də böyük bir problem deyil. Amma onu da aradan qaldırmaq düşünürəm ki, mümkün ola bilər. Çox sağ olun.